Salam əziz dostlar, bugün Xəlil Rza Ulutürkün Layləm mənim, Nərəm mənim şeiri ilə tanış olacaq. Bu şeir 6-cı sinif ədəbiyyat dərsliğinə yeni salınıb və həmçinin MİQ və sertifikasiya imtahanının, yəni çərçivə sənədinə daxil olunub. Ümumiyyətlə Xəlil Rza Ulutürkün biz yaradıcılığını nəzər salsaq, məsələn 9-cu sinif kitabında və 6-cı sinif kitabında, köhnə 6-cı sinif dərsində də hətta onun şeirləri var idi. Və o çox vətənpərvər şairdir. Vətənpərvər olduğu, həmçinin onun övladları şəhid olanda verdiyi reaksiyalar və s. haqqında yəqin ki, hər birimizin məlumatı var. Bu şeir də çox vətənpərvər şeirdir və burada dilimizə olan sevgisindən və bir növ dilimizin simasında da onun vətənə olan sevgisindən biz görəcəyik. Gəlin oxuyaq vaxt itirmədən. Laylay dedim yatasan, qızıl gülə batasan. Hardan gəlir bu səs səda? Bəlkə illər arxasında layla çalır gəlin ana. Deməli, şeir başlayır layla ilə, yəni layladan 2 misra səsləndirir müəllif və bu səsin haradan gəldiyini soruşur və deyir ki, bəlkə illərin arxasında gəlin ana layla çalır. 4 qulacıyıb bir yürüyü bənd eləmiş kəhkəşana. Layla çalır gəlin ana. Yelləndikcə kiçik yürük gedib dəyir bu ulduzdan o ulduza. Layla axır, çocuq baxır, bəs nə üçün mürgüləmir? Bayaq ana südü əmib, indi ana ruh əmir. Gördüyümüz kimi burada 4 qulacıyıb, yəni hansı ki yürüyü bir-birlərinə bağlayıb. Onlar yürüyü kəhkəşana bənd edib. Burada müəllif poetik olaraq deyir ki, yəni kəhkəşan bilir ki, göydə ulduz topasıdır, ulduzların topa halında olmağı və ulduz axımı bir növ. Yəni bir növ bu yürüyükdə uşaq yerləndikcə ananın laylasından elə təsirlənir ki, elə mənəvi qida alır ki, onu elə bir ki, bir işıqlı bir aləmə, ulduzlu bir aləmə götürür və elə bir ki, o ulduzların arasındadır, o gözəl həmin aldığı o layladan, laylalının təsirindən və hər dəfə yürüyük yerləndikcə bu ulduzdan o ulduza dəyir uşaq, ulduzda bir işıqlı bir aləmdədir. Və layla axdıqca uşaq baxır, amma mürgüləmir. Səbəbi isə müəllif ananın ruhunu əmdiyini deyir. Bayaq ana südü əmirdi, indi isə ruhunu əmir. Yəni ana öz laylası ilə körpəsinə öz ruhunu, mənəviyyatını, daxili dünyasını aşılayır. Ana öz laylası ilə körpəyə ruhunu ötürür. İllər ötdü, yaşa doldum. Anladım ki, ana dilim ürəyimdən çıxmaz mənim. Doğransam da dilim. Anladım ki, sinəmdəki sözlər deyil, babaların nəfəsidir. Dizlərimə taqət, qüvvət, gözlərimə işıq verən, Çənlibeldə at oynadıb, şimşəklərlə qoşa gedən igidlərin nərəsidir. Növbəti misralarda isə müəllif illər ötdükcə artıq onun həqiqətləri dərklənməyini göstərir. Yəni, yaşa dolduqca mən anladım ki, mənim heç vaxt ana dilim unutmaram. Dilim doğransam da ürəyimdən çıxmaz. Və sinəsindəki əslində sözlər deyil, babaların nəfəsidir. Yəni, onun əslində dilinə olan məhəbbəti həm də onun babaların nəfəsidir. Yəni, babaların nəfəsidir ki, hansı ki, onun söz dediyi, yəni dilinə qoyduğu hörmət, bir növ dilinə verdiyi sevgi tarixdən gələn bu babaların nəfəsidir ki, onu o dərəcədə sevir. Və həmçinin dizlərimə taqət, qüvvət, gözlərimə işıq verən, yəni bu vətən sevgisi, dil sevgisi Çənlibeldə, burada müəllif Koroğlunun məskunlaşdığı yer Çənlibelin adını çəkir bu arada. Çənlibelə toxunur, Koroğluya toxunur. Koroğlunun adı çəkilmir, amma yaşadığı yerin adı çəkilir. Çənlibeldə at oynadıb, şimşəklərlə qoşa gedən igidlərin nərəsidir. Yəni, mənə güc-qüvvə verən, bu dili olaraq sevdiyim əslində sözlər deyil, bir növ babaların nəfəsi. Çünki babalarımız da bu dillə danışıb. Mənə güc-qüvvət verən, vətənə bağlayan həmin o igidlərin nərəsidir ki, mən bu qədər vətənimi, ruhumu, vətənimi sevirəm. Burada müəllif deməli ana dilinin heç vaxt unutmayacağını deyir. Dilim doğransa da və bu əslində yəni buna olan münasibətdə də bunlar babaların nəfəsinə və igidlərin nərəsinə bənzədilir. Məhv olarsa bir gün bu dil, Göygöl onda Göygöl deyil. Qoşqar onda Qoşqar deyil. Qız qalası qala deyil. Öz dilini sən qala bil. Qərbə, şərqə işıq salan Füzulini sən qala bil.
Müəllif burada əgər bu dil bir gün məhv olarsa, nələrin baş verəcəyini deyir. Yəni bu dil məhv olsa göycül olmaz, qoşqar olmaz, qız qalası da öz heç qala olmaz və müəllif ən əsası öz dilini qala bilir. Yəni qala necə ki, nəyisə müdafiə edirsən də müdafiə ilə qala dilinlə özünü və dahi sənətkarımız Füzulinin adı çəkilir, şair adı olaraq Füzulinin adı çəkilir ki, hansı ki, təbii ki, burada Füzuli bir növ bir addır ki, konkret Füzulinin adı çəkilir. Füzulinin simasında ki, hansı ki, öz dilimizdə şeirlər yazan və dilimizi tanıdan, sevdirən şairlərimizi bir qala bil. Yəni onların şeirləri bizim necə ki, Azərbaycan dilimizdə də onu bir qala bil özünə deyir müəllif. Mənim dilim məğrur baxmış, üzərindən gəlib keçmiş, ürəyini dəlib keçmiş, oxların qanlı ucuna, baş əyməmiş fatihlərin qol zoruna, dil zoruna, qılıncına, qırmancına, baş əyməmiş, baş əymir, əyməyəcək. Müəllif burada çox təsirli olaraq qeyd edir ki, bizim dilimiz dəfələrlə basqınlara, yəni xalqımız, yəni torpağımız basqınlara məruz qalsa da, fatihlər, hökmdarlar gəlib keçsə də, biz hər dəfə hücumlara məruz qalsaq da dilimiz bu mübarizədən qalib çıxıb. Yəni xalqımız öz dilini unutmayıb, öz dilində danışmağı unutmayıb. Yəni dil buradan qalib çıxıb və müəllif üç zaman dilimində, həm keçmiş zamanda, yəni əvvəl də baş əyməmiş, indi də baş əymir, indiki zamanda və gələcək zamanda, yəni heç vaxt baş əyməyəcəyini də vurğulayır. Üç zaman dilimində dilimizin hər zaman qalib çıxdığını, heç nəyə boyun əymədiyini vurğulayır. Kim qoruya bilmirsə öz yurdunu, yuvasını, udmasın yurd havasını. Kim qorumur öz dilini, içsin mənim gözlərimdən ilim-ilim. O sahili bu sahilə birləşdirən polad körpüm, qılıncımdır, günəşimdir mənim dilim. Müəllif burada qeyd edir ki, kim ki vətənini qoruya bilmirsə, o yurd havasını udması burada hökm şəklində bildirir və dilini qorumayanlar da ilim-ilim gözümdən içsin deyir. Burada çox kəskin şəkildə ki, kimlər ki öz dilini qorumur, öz dilini sevmir və öz dilini bir növ bəyənmir, qorumur deyir. Təbii ki, bu nəzərdə tutulur ki, yəni əgər dili qoruyarkən biz nə edə bilərik? Öz dilimizdə danışa bilərik, sevdirə bilərik. Əgər biz başqa dildə danışırıqsa, başqa dildə sözlərə müraciət edirsə, artıq öz dilimizi qorumamış hesab olunuruq və müəllif məhz həmin şəxsləri mənim gözümdən ilim-ilim içsin deyir. Və dilimizi polad bir sahildən bu sahildən o sahilə birləşdirən polad körpü, qılınc və günəş adlandırır. Yəni mənim körpüm, polad körpüm, qılıncım və günəşimdir deyir. Belə ümumilikdə nəzər salsaq, şeirin forma xüsusiyyətlərinə baxsaq, görərik ki, şeir sərbəst şeir ölçüsündə yazılıb. Çünki şeirin konkret nə qafiyəsi, nə də ki, vahid bir bölgü prinsipi var və görür ki, misralar sanki səpələnib. Yəni, bilir ki, sərbəst şeir səpkili şeirdir. Yəni, orada fikirlər səpələnmiş formada verilir və burada da müəllif həmin formadan istifadə edib. Fikirlərini səpələnmiş formada ifadə etsə belə çox gözəl bir əsər yaratmışdı. Və burada məsələn sərbəst şeirdə bilirik ki, biz həm misralar, həm dalbadal, həm də çarpaz qafiyələnə bilər. Məsələn, yatasan, batasan, əks səda arxasında burada dalbadaldır, amma məsələn biz gəlin ana, kəhkəşana, məsələn burada da görürük ki, burada artıq çarpaz qafiyədən istifadə olunub. Yəni həm misralar dalbadal, həm də çarpaz qafiyələnib. Sonra şeirdə ümumilikdə hansı məqamlara toxunuldu? Ana laylasının uşağın ruhuna, mənəviyyatına necə təsir elədiyindən, məsələn, bayaq ana südünü əmib, indi ana ruhu əmir, yəni ana laylası ilə körpəyə öz ruhunu bir növ ötürür, mənəviyyatını, daxilini və ana dilimizin illərlə deməli, dilim doğramsam da ürəyimdən çıxmayacağı və bildirilir və həmçinin deyilir ki, bu sözlər əslində mənə, yəni niyə görə bu sözlər əslində mənim dizlərimə taqət qüvvət verən çənli beldə at oynadan gillərin nərəsidir. Yəni babaların nəfəsidir. Yəni bu dildə istifadə olunan sözlər əslində babaların nəfəsidir, igidlərin nərəsidir. Və bu, əgər dil məhv olarsa, göy-göl olmaz, qoşqar olmaz, qız qalası qala olmaz və müəllif ən əsası dilini qala bildir, Füzulini özünə qala bildir, Füzulinin adını çəkir şair adlarından.
yer adlarından göy gölün, qoşqar da dağ adıdır, bunun adını çəkir. Və əgər məsələn mən deyir ki, mənim dilim tarixən müxtəlif basqınlara məruz qalsa da məğrur çıxıb, bu Səməd Vurğunun Azərbaycan şeirində də var ki, məsələn, düşdün uğursuz illərə, nəh saylara, nəsillərə, nəsillərdən nəsillərə keçən bir şöhrətin vardır. Burada da görürsünüz, deyir ki, sən nə qədər basqınlara məruz qalsan belə, yenə də qalib çıxdın da. Və burada da həmçinin həmin məqama toxunur. Və yurdunu, yuvasını qoruya bilməyənləri şair çox kəskin şəkildə yurd havasını udmamağa layiq bilir və dilini də qorumayanların onun gözlərindən itməsi lazım olduğunu deyir. Çünki yəni bir insan öz dilini mütləq qorumalıdır və həmçinin dilimizi polad körpüyə, qılınca və günəşə bənzədir. Bədii ifadə vasitələrinə baxarsa olsaq, məsələn, burada bədii sual var. Hardan gəlir bu səs sada? Bəlkə illər arxasında Lalə çalır gəlin ana. Burada bədii sual var, yəni sual cavab tələb eləmir. Amma məsələn, bəs nə üçün mürgüləmir? Bunu bədii sual hesab etmək olmaz. Çünki cavabını özü verir. Bayaq ana süd əmmişdi, indi ana ruh əmdiyi üçün mürgüləmir. Bunu bədii sual hesab eləmək olmaz. Və inversiya mütəmadi olaraq istifadə olunub. Təbii ki, belə.